Dəyərli izləyicilər, bugün sizə dənizə cəmi 400 metr məsafədə yerləşən eksklüziv bir torpaq sahəsi təqdim edəcəyik. Hazırda torpaq sahəsinin özünü görürsünüz. Ümumi ərazi 9.6 hektardır. Birbaşa sahibi tərəfindən satışa çıxarılıb, yerləşir Şüvalan qəsəbəsində Tramplinli küçə adlanan ərazidə. Qeyd edək ki, torpaq sahəsinə bir neçə istiqamətdə, 3-dən artıq daha doğrusu istiqamətdə giriş-çıxış var. Bir giriş-çıxışı Azal Arena stadionunun arxa tərəfindəndir. Hazırda həmin ərazini görürsünüz, həmin giriş hissəni görürsünüz. Digər giriş-çıxışlar isə, baxın, bu istiqamətdən Vətən restoranı istiqamətindədir. Sənədləri çıxarışdır, yəni kupçadır və yaşayış təyinatlıdır. Bir daha qeyd edirəm, Şüvalan qəsəbəsində yerləşir. Bunu da qeyd edim ki, torpaq sahəsi 140 nömrəli avtobusun sonuncu dayanacağında yerləşir. Torpaq sahəsi, baxın, bütün bu hasara alınmış hissələr hamısı torpaq sahəsinin sərhədləridir. Aşağıda gördüyünüz nömrələrlə əlaqə saxlayaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. Həm torpaqla bağlı, həm də qiyməti ilə bağlı. Ərazidə su qazışıq hər birisi daimidir. İstəyən şəxs alıb burada həyət evləri tikib də sata bilər və ya müxtəlif villalar tikib sata da bilər, öz yaşayışı üçün də istifadə edə bilər. Yəni ərazi çox böyükdür həqiqətən. Daha çox belə deyək, yaşayış kompleksi üçün əlverişlidir ki, ərazinin böyüklüyünü nəzərə aldıqda. Yəni sırf yaşayış təyinatlıdır. Bugünlük bizdən bu qədər. Növbəti videolarımızda görüşmək ümidi ilə hələlik.